Bugünkü dərsimiz bildirdə heyva dolmasıdır, soğan dolmasıdır. Heyva dolmasını hər bir şef bir cür üslubda bişirir. Çünki hərənin öz bişirmə necə deyərlər, resepti var. Mən də belə eləyirəm. Buna məsəl üçün dana qiyməsidir, soğandır, göy-göyərti vurdum qəşəng, göy soğan vurdum, çeşniş vurdum, sonra vurdum şabalıd. Kimisi düyü vurur, amma mən düyü vurmuram. Bəzən görsən kommentarda yazıcılar ki, bu düz deyil, buna belə falan yox. Yəni, bu mənim reseptim budur. İndi yəni artıq yazmağa heç kəsin ixtiyarı yoxdur, nə də keçsin deyə bilməz. Çünki bu da bir eyb yox, yenilik olsun bu da. Əgər şabalıd qatmırlarsa buna, bu da bir yenilik olsun. İndi içini doldururuq heyvalarımızın. Bir dənə Cəzələ xanım, siz baxın görün necədir şabalıdla. Hə? Düyüdən nəsə tafot var. Düyü yaxşı olar bu. Ətinə şabalıd qeyri-adidir. Bəli. Bu belə. Bu bizim bu bizim heyva dolmamız. Qızlar, doldurun heyvanın için. Mən soğanı doldurum. Doldurun. Qızlar, doldurun. Hamı, tələbələr doldurun. Mən də soğanı doldurum.